Gəncədə dünyasını dəyişən Elgünün yeni görüntüləri yayılıb. Video görüntüdə Elgünün hadisə baş verən gün mağazaya getdiyi və oradan siqaret aldığı əks olunub. Ehtimal olunur ki, Elgün mağazadan çıxdıqdan sonra binanın başına çıxaraq siqaret çəkib və daha sonra özünü binadan atıb. Qeyd edək ki, mayın 13-də keçən gecə Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi 115 ünvanında Azərbaycan Texnologiya Universitetinə məxsus hazırda istifadəsi olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də bir neçə saat sonra vəfat edib. Bu ölümlə bağlı ümumiyyətlə indi aləm bir-birinə dəyib, deyilənə görə bəzi o qoçu kimi qoçuluq eləyən bunun həm yaşıdları filanları onu döyübmüşlər, ölümlə təhdid ediblər, neyniyiblər. Axır bunu bu ölümünə təhrik eləyiblər kimi şübhələr var. Hal-hazırda araşdırmalar gedir. Əlbəttə ki, sonda rəsmi məlumat yayılacaq bütün istintaq prosesindən sonra.